Hamıya salam dostlar. Nəhayət ki 2 ildən sonra növbəti vloqdanızı salamlayıram. Qərara gəldim ki, başlayım həftəlik icmal vloqları çəkməyə. Bilmirəm necə alınacaq, yoxlayaq eksperimental olaraq. Çox uzatmayaq. Bizdə hal-hazırda qarajda bir maşın var. Onun aşağı katalizatorlarının içini boşaldıblar. Ona görə də orada o katalizatorun o genişlənmiş bir yeri qalır. Orada o qazodinamika pozulur, turbulentlik yaranır və s. Xoşagəlməz rezonans verir maşın. Biz onları sökəcəyik. Ona əvəzinə ora yeni front pipe, mid pipe, nə bilim necə istəyirsə adlandırın, hazırlayacağıq. Görək necə alınır. Deməli dostlar, artıq qarajdayıq, artıq hava qaralıb. Bax, bu hissələri nəzərdə tuturdum. Bunlar artıq boşdur. Əgər bilmirəm eşidirsinizsə, bunlar yəni echo verir. Onların için artıq boşaldıblar. Buradan bunların fainsləri var, açılan hissəsi və buradan. Biz bunları sökəcəyik və yenisini hazırlayacağıq. Deməli dostlar, qeyd elədiyim həmin o front pipe'lar ki, deyək, 3-cü sıra katalizatorlardır, ya 2-ci sıra katalizatorda da onları söktüm. Onlar bu formadadır. Deməli, flanislər bunlardır. Bunlardan ki, düzəltdirmək lazımdır. Məndə o vaxtı biz Lamborghini Urus'a front pipe düzəldəndə belə bir şablon var idi. Bunları əslində üst-üstə tutuşduram. Demək olar ki, uyğun gəlir. Sadəcə olaraq biraz deşikləri sürüşdürmək lazımdır. Biraz bunları böyük, yəni bunu düzəltdirib deşiklərini böyüləmək olar, amma istəmirəm belə olsun. Nəysə, sabah aparıq bunları kəstiririk, gəlirik, daha sonra davam edirik. Və burada bir qəribə məsələ var. Bunların başlanğıcı nəyəsə görə bir tərəfi 76 mm-dir. Burada belə bir yumru bir birləşmə var. Mercedes dalğatan olur belə şeylər. Bir də Porsche-da olur. Bunu eləmək olur, amma biraz çox vaxt aparır. Onu əslində valiklə eləyirlər. Sadəcə olaraq məndə o valik yoxdur deyə mən bunu biraz başqa cürəyirəm. Ona görə də vaxt çox gedir. Elə mən də bu formada eləyəcəm. Yəqin ki, yarıya qədər ya da bura qədər olacaq 76, buradan sonra olacaq 60. Görək, sabah əsas flanisləri düzəldək, daha sonra davam edərik. The next day. Təkrar salam dostlar. Qeyd elədiyim kimi bu günləri lazer kəsimə getməliyik, flanisləri düzəltdirməyə. Gedək görək orada başımıza nə gəlir. Dostlar, deməli söz budur. Belə bir şey, sadəcə olaraq lazerdə vaxt çoxdur, daha doğrusu vaxt yoxdur. Deyirlər. Bizdə də 10 millidir falan qalanlığı. Belə növbəmizi gözləyək. Deməli dostlar, nümunəni kəsdik. Çör yəni düz oldu. Sadəcə olaraq orada 7 kW-lıq lazer var. Orada növbə çoxdur. Bunları da kəsib qutaracaqlar. Daha sonra yəqin ki, taksi ilə falan yola salarlar mənə. Dostlar, nəhayət ki, göndərdilər flanisləri. Bu formada, bunların içidir. Burada məsələ nədir? Bunların üst tərəfi həmişə təmiz olur. Amma arxa tərəfində belə zausyençlər qalır. Bir yoxda bunun bığlarını kəsərik. Şimdi birə-bir yəni eynidir. Süper. Yığmağa başlamaq olar. Evet, belə bir şey alınır. Bunlar biraz qızdı. Bunları mən suya salım, soydum. Təzədən tam bu hissələri də yontaq. Heç olmasa üst tərəfi təmiz olsun. Bunu da mən haradasa 2-3 il bundan qabaq özüm yığmışdım. Belə bir şey maraqlandım almağa. Birincisi bu boyda, bu endə yəni bu 76 mm-dir. Lenta ilə yoxdur heç yerdə. Bunlar adətən bıçaq düzəldənlər istifadə edir bunları. Olanlar 2 düym olur, yəni 51 milli olur. Bu 76-dır. Bu boyda bir şey, bu gücdə motorla təxminən 3000 dollara yaxındır. Bunun ağırlığını nəzərə alsaq çox baha gəlir çıxır. Mən motoru almışdım 170 ya da 200 manata. Bu profillər qalın profillərdir, divarları 5 mm-dir. Çerçöz internetdə var idi. Bu rolikləri biz alüminium balvankadan çerçözlərini verdim, yondular. Daha sonra paşirnikləri saldım. Bu Bakıabrazlı olan bir də əsas motorun roliki. Onlara hazır sifariş eləmişdim. Qalan gördüyünüz nə varsa bunların hamısını ha vaxtı mən özüm düzəltmişdim. Yəni bütün bunları bu girir, çıxır. Yəni rimenin
uzunluğuna uyğun tənzimlənə bilir. Bu ümumiyyətlə bütövlükdə fırlana bilir. Yəni indirimin belə fırlanır, o belə də fırlana bilir. Yəni çox kömək edir mənə əslində bu. The next day. Dostlar, növbəti gündəmimizi salamlayıram. Bu günləri günə Stenlə başlayacağıq. Bizdə ayın 5-nə qədər çip tuninqə və Dynatösə 20% endirim idi. Bir maşın var, Alfa Romeo Giulia, 2 motor, Amerikanka. Maşın Dynatösə gələcək birazdan. Sadəcə olaraq problem nədir? Alfa Romeo'lar ümumiyyətlə bu maşınların çox qəliz və incə elektronikası var. Elementar maşını dyno rejimə salmaq üçün xüsusi bir soft lazımdır və bu soft vasitəsilə girib ABS blokundan dyno rejimə salmaq lazımdır maşını və bunu eləmək üçün də softla paralel bizə bir kabel lazımdır. Maşını dyno test eləyəcəyik, daha sonra kabeli qaytaracağıq yəsinə və ondan sonra Aston Martin'ə davam eləyəcəyik. Dostlar, maşın gəldi, qaldırdıq stendin üzərinə. İndi çalışırıq ABS bloka qoşulub dyno rejimi yandıraq. Hələ ki alınmır. Mən təəccüblənmirəm. Çünki bu alfadır. Bunlarda hər dəfə hər şey çətin olur. İndi yəqin ki eləyəcəyik, daha sonra davam eləyərik. A few moments later. Dostlar, maşının içindəyik. Birinci proqon elədik. Nəsə maşın üstü 162 at gücü göstərir. Ehtimal var ki, biz predoklanti çıxartdıq ki, maşın antizanos tam sönsün ona görə. Və yaxud da ki, boost indi baxırıq, lazım olan qədər verir, yoxsa yox. İndi görək nə qədər olacaq. Eyni şey, indi də 176 verdi. Bilməm görürsünüz yoxsa yox. 211 Newton. Belə olmamalıdır yəni bu. Deməli, Alfa Romeo getdi. Biz əməlli ölçə bilmədik o maşın əslində. Çünki maşında əslində dyno rejim yandırmaq lazımdır. Amma maşında aktiv damper aşıbqası var deyə, elektron amortizator. Ona görə biz onu yandıra bilmədik. 190 at gücü, 197 at gücü maksimum biz gördük. Amma olmalıdır 280. Cəmi 0.3 bar boost verir turbo. Bilmədiyi nədədir problem. Maşın getdi. Yəqin ki, gedib indi baxacaqlar. Problem nədə deyil. Yenidən Aston Martin'in payaplarına. Deməli, dediyim kimi bizdə burada ortadan keçid olmalıdır. 76-dan 60-a. Birini artıq eləmişəm. İndi o birisini də eləyək. Daha sonra keçərik 60 tərəfə. Çünki orada yumru bir hissə düzəltmək lazımdır. Baxın belə. Ki biz xamutla onu zavod yerinə bağlaya bilək. Dostlar, Aston Martin'i bitirdik. Paypları quraşdırdıq maşının üstünə. Hamı xoşbəxtdir. Səs gözəl, super, əla. Bir kiçik bir şey vurğulamaq istəyirəm. Nəyə görə müştəri bəzən 3 gün, 4 gün, 5 gün deyəndə təəccüblənir ki, niyə bu qədər vaxt gedir? Yəni videodan yəqin ki, özünüz təxmini görürsünüz. 3, 4, 5 gün ərzində baş verir bu hadisələr. 2 dənə bala qısa da, yəni heç 1 metrdə olmayan bir paypa bizim təxminən 3 gün, 4 gün vaxtımız gedir. O səbəbdən də bizdə bu və ya digər tipli işlər baha başa gəlir və uzun müddət tələb edir. Bu işləri də şəhərdə 10 dəqiqə, 15 dəqiqə, 3 saata görülən işlərlə müqayisə etmək düzgün deyil. Həm vaxt baxımından, həm maliyyə baxımından, həm keyfiyyət baxımından, həm də ki, estetik baxımından. Düşünürəm ki, bu kifayət qədər ədalətlidir və bunu başa düşmək də çox da çətin deyil. Bu qədər. Hamıya uğurlar. Növbəti vlogda görüşərik.